Düşünülən feillər. Çox şagirdin problem yaşadığı, çox şagirdin tapa bilmədiyi feillər bunlar. Əslində çox da bəsit bir şeydir. Yəni bunun əlində aciz qalmalıq bir şey yoxdur. Baxaq bir iki dənə nümunəsini görək. Burada bizdən istənilən nədir? Deməli bu feillərdə inkar məsələsi, bu inkar şəkilçisi mausudur ki, bu şəkilçinin köməyindən istifadə edəcəyik. Bir də burada vurğu məsələsi var. Vurğu da bizim köməyimizə çatır. Amma vurğuya qarşı şagirdlərin belə bir antipatiyası olduğu üçün bu şəkilçi ən unikal variantdır. Deməli, məsələn götürək köçürmək feilini. Məsələn, bu əgər verilsə belə köçürdü. Bir də verilsə belə köçürsə. Siz zaten bu feillerin iki cür düşünüldüğünü bilirsiniz. Bax, buraya yazdığım feillerin olsun bu ikisi. Bunların iki cür düşünüldüğünü bilirsiniz. Burada problem bunlara sonradan artırılan şəkilçinin hissəcik mi, şəkil şəkilçisi mi olduğunu müəyyənləşdirməkdir. Deməli, köçürdü. Əgər feili tək veribsə və vurğu göstərməyibsə, onda bunu iki cür düşünə bilirik. Həm belə kök, leksik, qrammatik, həm də kök, qrammatik kimi düşünə bilirik. Bunu da həm kök, leksik, qrammatik, həm də kök, qrammatik kimi düşünə bilirik. Necə? İnkar edirəm sözü. İki cür inkar edəcəm. Deyirəm ki, köçmürdü və yaxud da belə inkar edəcəm. Köçürmədi. Bunu da iki cür inkar edəcəm. Köçmürsə və yaxud da belə inkar edəcəm. Köçürməsə. Əgər inkar şəkilçisi artırılanda bir feilə, inkar şəkilçisinin solunda bir şəkilçi qalıbsa, solunda qalan şəkilçilər mütləq surətdə olur leksik şəkilçilər. Həmin şəkilçinin, yəni inkarın sağında qalıbsa bir şəkilçi, o zaman həmin şəkilçi olur qrammatik. İndi bu feildə köçmürdü, inkar mıdır. Sağında ir qalıb, d qalıb. Burada köçürmədi, inkar budur. Sonunda qalan ir leksikdir, sağında qalan qrammatikdir. Deməli, burada bu ir zaman da ola bilər. Əgər bu zamandırsa, bir sözdə iki zaman şəkilçisi olmaz. Bu avtomatik olaraq idinin şəkilçiləşmiş formasıdır. Yəni, iki qrammatik sxeminə uyğun gəlir. Və yaxud da, əgər buradakı ir leksikdirsə, yəni feildən feil düzəldən şəkilçidirsə, onda birbaşa kökə və yaxud da başlanğıc formasına artırılan şəkillərin və zamanların şəkilçisidir. İdi imiş deyil. Deməli, bu söz keçmiş zamandadır və bir leksik, bir qrammatik sxeminə uyğundur. Və yaxud da bura baxaq. Ir leksikdirsə, bu şərt şəklidir, yəni budur. Yox, əgər ir leksik deyil, qrammatikdirsə, o zaman zamandır. Sağsa avtomatik olaraq isə olmuş olur. Yəni, iki qrammatik sxeminə uyğun gəlmiş olur. Bura qədər də əslində bəsitdir. Bura qədər də əslində bir problem yaratmayacaq bir sözdür, sualdır. Burada problemin ortaya çıxdığı məqam nədir? Məsələn, sualın şərtində qeyd olunma. Sualın şərtində nəyi qeyd edir? Sualın şərtində deyir ki, iki şəkildə düşünülür. Yəni, feilin iki şəklində düşünülür. Və yaxud da belə deyir. Həm iki şəkildə, həm iki zamanda düşünülür. Nə bilim, özündən variantlar atır da sualın şərtində. Və yaxud da deyir ki, iki cür təhlil olunsa da bir şəkildə düşünülür. Yəni sualın şərtində belə
variantlar atanda biz e, buna bu variantlara baxaq. Yəni görək burada nə demək istəyir. Əslində variantı tamamlayanda, variantı başa düşəndə onda bilirik, onda bilə bilərik ki, nə deyir. Bax, feilin zamanları feilin hansı şəklindədir? Deməli, feilin zamanları feilin xəbər şəklidir. Yəni, bu köçürdü sözü ir leksik olsa, bu onda olur bu zaman şəkilçisi, yəni keçmiş zaman. İr qrammatik olsa, bu idi olanda, onda olur indiki zaman. Düzdürmü? Hara fırlasan feilin zamanları feilin xəbər şəklidir. Uzun sözün qısası iki şəkildə düşünülmür. İki cür təhlil olunur. Amma iki şəkildə düşünülmür. İki şəkildə düşünülmür. Çünki indiki də keçmiş zamanda xəbər şəklidir. Amma bu feil olanda köçürsə, burada ir leksik olanda sə olur şərt şəkli, ir qrammatik olanda sə olur indiki zaman, yəni hansı şəkil? Yəni xəbər şəkli. Hə, artıq bu sə olanda bu həm iki cür təhlil olunan, həm də iki şəkildə düşünülən feil olur. Lap sə olmasın, lap şəkilçi olmasın. Məsələn, tutaq ki, başqa feil yazaq. Götürək itir feilini yazaq. Bunu həm belə təhlil edə bilərik, itmir. Həm də itirmə. Yəni bu leksik olanda ikinci şəxsin təkinin əmr şəkli olur. Oldu əmr şəklində. İtmir olanda, bu qrammatik olanda olur indiki zaman. Yenə deyirəm, indiki zaman hansı şəkildir? Feilin xəbər şəkli. Deməli, iki şəkildə düşünə bildik. Yəni sadəcə biraz da şagirdlərimizdən məntiqi yanaşma tələb eləyir, qaydanı bilmək tələb eləyir. Əlavə. Sonra burada bu başladım, gözlədimdən danışaq. Bu t şəkilçisinin d-ya keçmə halıdır. T şəkilçisi var, feildən feil düzəldən. Onun üzərinə sait əlavə olunanda nə baş verir? T çevrilir olur d. Lap sözün kökündə belə olsa bu t nə olur? Gedir. Et, edir. T-nın d-ya keçmə forması var. Feildə belə bir hal yaşanır. İndi başladım feilini və gözlədim feilini sizlə təhlil edək. Necə olacaq? Baş, başlamaq. Göz, gözləmək. Bura qədər kök, leksik eynidir. Başladı. Buna deyəcəyik keçmiş zaman, m şəxs sonluğu. Belə. Di keçmiş zaman, m şəxs sonluğu. M şəxs sonluğu. Belə. Bunun ikinci versiyası hansıdır? Bu t-nın d-ya keçmə forması. Gözləməkdən gözlətmək, gözlədim. Onda artıq bunun kök iki leksik bir qrammatik sxemi var. Başlamaqdan başlatmaq, başladım. Kök iki leksik bir qrammatik sxemi var. Əgər bu d olsa, yəni zaman olsa, olur xəbər şəkli. Başladım. İstəyirəm ki, oyunu başladım. Əmr şəkli. Başlatmaq, başladım. Onda da olur əmr şəkli. Zaman olsa olur xəbər şəkli. D, t-yə keçmə olsa olur əmr şəkli. Yəni iki şəkildə düşünülə bilir. Ancaq bu birinci şəxsin təkində mövcuddur. İkinci şəxsin təkində mövcuddur. Gözlədin, onu gözlədin. Biz başladıq, ancaq bir cür düşünüləcək. Siz gözlədiniz, ancaq bir cür düşünüləcək. Yəni başladım, gözlədim tipli feillərdə də t-nın d-ya keçmə halı mövcud olduğu üçün bu qaydada bu sözlər iki cür düşünülə bilir. Belə. Ümid edirəm ki, bu qayda faydalı olar. Ümid edirəm ki, aydın olar. Kimin nə sual olsa
rəyə qeyd eləyə bilər, dərsdə soruşa bilər, dərsdən kənar soruşa bilər. Sağ olun.